Dur, təzə xurma. Buyur. Çox sağ olun qonşu, Allah köməyiniz olsun. Buyur qardaşım, oruc Ramazan qəbul. Cümləmizdən inşallah. Salam qardaş. Salam. Buyurun. Siz mənə nisiyə olaraq çörək, çay, yumurta verə bilərsinizmi? Eləsi var. 3 aydan bəridir ki, buradan pulsuz çörək aparır. Doğrusu deyim, heç bu borcu ödeyə biləcəyinə də əmin deyiləm. Amma neyniyim? 3 yetimə baxır. Bağlarını az qoymayacaq ki. Allah böyükdür. Bizim də ruzumuzu getirər inşallah. Buyurun. Bu çörək, başqa da nə lazımsa keçib götürə bilərsiniz. Deməli, axtardığını tapıb. Qardaş, bu dəftərdə nə qədər borc var? Nə dəftər? O nə izə lazımdır? Xahiş edirəm, əsəbləşməyin. Mən də elə boş bekar adam deyiləm ki, burada oturub sizin əsəblərinizlə oynayım, vaxtımızı zay eləyim. Mən istəyirəm ki, sizin o borc dəftərini satın alım. Ona görə də xahiş edirəm, orada nə qədər borc varsa, hamısını hesablayıb elə indi mənə deyin. Siz dediniz, mən də etiraz eləmədim. Başqa da nə lazımsa yenə deyirəm, buyurun, götürə bilərsiniz. Amma xahiş edirəm, mənim öz işlərim var, qoy işlərimlə məşğul olun. Yox. Siz də məndən inciməyin. Əgər bu dəftərdəki borcları hesablayıb mənə deməsəniz, mən də sizdən əl çəkən deyiləm. Yaxşı. Hesablayıb deyərəm. Buyurun, oturun. Siz narahat olmayın. $3486 manat 60 qəpik. Burada 3500 manatdır. Allah səndən razı olsun. Sən ki, bu qədər cəmaata güvənirsən, Allaha düşünüb, yetimləri ac qoymursan, deməli, yaxşı adamsan. Mən buradakiların hamısının borcunu ödədim. Qoy, bu da məndən onlara Ramazan payı olsun. Güman ki, mən bu dəftəri götürə bilərəm. Mən bunu aparıb torpağa bastıracağım. İnanıram ki, qiyamət günündə bu siyahı mənim köməyimə çatacaq. İndi isə Ramazan ayının gündəlik duaları səsləndi. Bismillahirrahmanirrahim. Ay Allah, o kim idi yaxı? Ya Aliyyu, ya Azim, ya Gafuru, ya Rahim. Entar Rabbul Azim. Əhmədəm, anam deyir ki, iftar üçün bir çörək, 3 yumurta versin. Gələn aydan gələndə pulu verəcək. وهذا شهر عظمته وكرمته
وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه علي، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر Narahat olma mən buna. Ürəyin nə istəyirsə götür. ذا المن ولا يمن عليك من علي بفكاك رقبتي من النار فيما تمن علي Anaya da deyərsən ki, برحمتك يا o dayı gəldi də, getdi də.